Salam canlar, bu videoda sizə göstərəcəm ki, YouTube kanalı necə açılır və oradan necə pul qazanmaq olur, elə rahat yolla. Əgər səndə də maraqlı ideya, paylaşmaq istədiyin nəsə varsa, niyə də bir kanal açmayasan ki, YouTubedan pul qazanmaq elə də çətin deyil. Əvvəlcə bir Gmail açırsan, yəni e-mail adresin Google-a Gmail aç yazırsan, 2 dəqiqəyə qeydiyyatdan keçdin və salam. Sonra keçirsən YouTube-a, sağ yuxarıda profil işarəsinə tıklayırsan, kanal yarat deyirsən. Kanalın adını yazırsan, bir şəkil, bir banner əlavə elədinmi, artıq səndə YouTubersan qaqa, xeyirli olsun. Mən loqo məsələsində Canva-dan istifadə elədim, çox rahatdır. Şablon seçirsən, adını yazırsan, loqonu düzəldib yükləyirsən. Bu qədər sadə. İndi gələk əsas yerə, pul məsələsi. YouTube deyir ki, pul qazanmaq üçün gərək 1000 abunən və 4000 saat izlənmən olsun. Bu da biraz zaman aparır, düzdür. Amma mən yolunu tapmışam. Bunun üçün mən əvvəl öz kanalında istifadə etdiyim bir üsulu sizinlə bölüşəcəm. Nəticəsini də görmüşəm, rahat və effektidir. Orada abunə var, baxış var, bəyəni var, nə istəsən var, nə şifrə istəyir, nə də çətinlik çıxarır. Sadəcə girirsən, sifarişi verirsən, abunə, izlənmə və saatlar artır və salam, yol açıqdır. Əgər sən də vaxt itirmək istəmirsənsə və monetizasiyanı tez açmaq istəyirsənsə, videonun şərhində və açıqlamasında qoyduğum linkə girə bilərsən. Adı takipçi.com. Bir də belə bir şey var. Şərhə abunə yaz və kanal adını qeyd elə. İlk 30 nəfərə abunə hədiyyəsi var. Bu da sizə məndən balaca bir sürpriz olsun. Uğurlar canlar, kanalınızı böyüdün, kontentinizi paylaşın, qazancınızı da alın. Görüşərik.